Salam, xoş gördük əziz dostlar. Yeni bir video ilə qarşınızdayam. Bu videoda sizə bir çox istifadəçilərdə baş verən bir maneə haqqında danışmaq istəyirəm ki, bu tək Bandicam proqramı deyil, həmçinin Fraps, Camtasia Studio proqramları, müxtəlif video proqramlarında baş verən bir problemdir ki, orada istifadəçi danışanda onun səsinin arxa fonunda xışıltı baş verir. Və bu xışıltı öndə istifadəçinin səsinin arxasında baş verdiyinə görə səslə qarışır və səsin keyfiyyəti itir. Bu gün bu problemin həlli haqqında danışacağam və bunun yolunu sizə göstərəcəyəm ki, bunu necə aradan qaldırmaq olar. Burada səs işarəsinin üstünə mausun sağ düyməsi ilə vurub Записывающее устройство onu seçirik. Burada gördüyünüz kimi mənim mikrofonum görünür. Bunun üzərinə 2 dəfə vurduğunuzda açılan pəncərədə sizdə hal-hazırda bu olmaya bilər. Bu ulutçeniya bölməsi olmaya bilər. Burada uровень, burada səsin mikrofonun bası, burada mikrofonun səs gücü təyin olunur. Bu ulutçeniya bölməsində sizdə bu olmaya bilər. Bunun olması üçün isə əvvəlcə Google-a daxil oluruq və burada Realtek, baxın çıxdı burada Realtek High Definition Audio indir. Belə vurursunuz. Sonra burada buraya daxil olub bu proqramı kompüterinizə indirirsiniz. Bunu indirdikdən sonra əziz dostlar özü kompüterə yazılır bu proqram. Yazırsınız. İşçi masasında heç bir şey görünməyəcək. Bu kompüterin yaddaşına yazıldıqdan sonra sizdə bu işarə çıxacaq. Burada ulutçeniya bölməsi. Burada gördüyünüz sizdə bu belə bir yazılar çox ola bilər. Lakin məndə 2 dənədir. Gördüyünüzün hamısının üzərinə sadəcə burada Отключение всех звуковых эффектов. Bütün səs effektlərini deaktiv elə. Ondan başqa bütün yerlərə, bütün yerlərə işarələyirik və OK dediyimizdə səsin arxasında olan xışıltı itəcək. Lakin bu xışıltı qalsa, yenidən 2 dəfə üzərinə vururuq mikrofon yazılan hissənin. Buradan uровень yazılan hissəyə keçirik, uровни. Burada əgər bas çoxdursa sizdə bası azaldın, hətta sıfıra indin və OK dediyinizdə bu xışıltı mütləq yoxa çıxacaq. Əziz dostlar, əgər bu videom sizə faydalı oldusa, zəhmət olmasa kanala abunə olun ki, yeni faydalı videolar haqqında daha tez məlumatınız olsun. Sağ olun, salamat qalın.